Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Hər birinizi xoş gördük. İlk öncə bunu deməliyik ki, insan həyatında keşmişəşli günlər, çətin imtihanlar olur. Belə hadisələr zamanı ümidimizi gərək üzməyək. Çünki bu hadisələr vaxtı ümidli olmaq insana güc verir və yolu rahat addımlamağa kömək olur. Biz Quran-ı Kərim ayətlərinə, həmçinin hədis şəriflərə baxdığımız zaman görə bilərik ki, ümidsizlik, naümid olmaq ən böyük günahlardan hesab olunur. Allah Rasulundan keçən bir hədisdə Allah Rasulu buyurur ki, kim Allahın rəhmətindən ümidini üzərsə, Allah da ondan üz çevirər. Gördüyümüz kimi, ümidsizlik Allahla insan arasında rabitənin qırılmasına səbəb olur. Və bu rabitə qırıldığı zaman insan bədbəxt olur. Hz. Əli əleyhissalamın Nəhcül Bəlağədə hikmətlərini oxuduğumuz zaman bir hikmətində belə buyurduğunu görürük. Buyurur ki, Lə təkum mimmən yərcül əxirətə biğayri əməlin. Buyurur ki, əməl etmədən axirəti ümid edənlərdən olma. Əlbəttə, biz ümidli olmaq deyirik. İnsanın ümidli olması məsələsini dəfələrlə xatırladırıq. Lakin bu da əsas məsələlərdəndir ki, insan gərək əməldə də bunu göstərsin. Əməl etmədən Hz. Əli buyurur ki, axirəti ümid edənlərdən olma. Gərək, əgər axirəti istəyiriksə, xoşbəxtlik istəyiriksə, bu zaman əməl etməliyik. Və ümidi aradan aparan, insanı ümidsizliyə gətirib çıxardan bəzi məsələlər vardır ki, insan gərək bunları aşsın. Onlardan birincisi uğursuzluqdur. Hünər odur ki, insan yıxıldıqdan sonra yenidən qalxa bilsin. Hz. Rasulullahın, Allahın Rəsulunun həyatına baxdığımız zaman görürük ki, Allah Rəsulu nə qədər çətinliklərə düşdü. Nə qədər əzab, əziyyətlərə qatlaşdı. Onun həyatı bizim üçün bir nümunədir. O çətinliklərin müqabilində heç vaxt ümidsiz olmadı. İstədiyi şəhərindən qovuldu, yaxınları əlindən verildi, amma yenə də ümidsiz olmadı və axırda Allah ona böyük bir uğur nəsib elədi. Biri də ümidsizliyə səbəb olan işlərdən hesab olunur, o da günahlara görə ümidsizlik. İnsan çox günah edibdir və ümidsiz olur ki, birdən bağışlanmaram. Lakin baxdığımız zaman görürük ki, İslam marifi bizə başa salır, anladır ki, can hələ ki bədəndədirsə, mütləq bir ümid var. Allah Zümər surəsində günahkar bəndələri üçün Peyğəmbərinə buyurur ki, denən, Ya ibadiyyəl-ləzīnə əsrafu alə ənfusihim lə təqnətu min rəhmətilləh. Ey günahla özlərinə zülm edən bəndələrim, Allahın rəhmətindən naümid olmayın. O günahkar bəndələrinə də Allah deyir, mənim bəndələrim. Allahın rəhmətindən ümidsiz olmayın. İnnəlləhə yəğfiruz zunubə cəmi'a. Allah bütün günahları əff eləyər. İnnəhu vəl-ğafurur rahim. O bağışlayan və rəhimlidir. Mövlanə Cəlaləddin Ruminin bir sözü var, buyurur ki, kim olursan ol gəl. 100 dəfə tövbə etməli olsan belə yenə gəl. Bu qapı ümidsizlik qapısı deyil. Və bilək ki, Allah hər zaman öz bəndəsinə qarşı mehribandır və istəmir ki, nədir? O günah bataqlığında sürüklənsin. Onun üçün də hər zaman bir ümid var. Hər zaman bir ümid var. Gərək ümidimizi əlimizdən verməyək. Biri də xəstəliklər zamanıdır, insanda ümidsizlik yaradır. Lakin biz Peyğəmbərlərin həyatına baxdığımız zaman görürük ki, məsələn, Hz. Əyyub əleyhissalam, Allahın Peyğəmbəri, nə qədər əzab, əziyyətlərə qatlaşdı, xəstəlik onda baş qaldırdı. Lakin daim şükür içərisində oldu və heç zaman Allahın rəhmətindən ümidini üzmədi və axırda onun da aqibəti xoşbəxtçilik oldu. Biri də duaların qəbul olunmaması insanda ümidsizlik yaradır.
Lakin biz belə başa düşməyək ki, bizim dualarımız qəbul olunmur. Bəlkə bizim məsləhətimizə deyil bu duanın qəbul olunması. Bəlkə də zaman gələcək, o zamanda qəbul olunacaq və biz üçün daha faydalı olacaq. Quranda Allah Həzrəti İbrahimə verdiyi o müjdə, Həzrəti İsmail müjdəsindən sonra mələklərinin dili ilə buyurur ki, فَلَا تَكُنْ مِنَ الْقَانِتِينَ ümidini üzənlərdən olma. Hər daim ümid olsun. Həzrəti Yaqub əleyhissalam məşhurdur. Neçə illər Həzrəti Yusifin ayrılığında ağladı, göz yaşı tökdü. Amma bir məsələ var idi ki, o heç vaxt ümidsiz olmadı. Hər daim ümidli idi və Allah ona Həzrəti Yusifi qaytardı, bəxş elədi. Sonda bunu deyə bilərik ki, ümidimizi üzməyək. Həyat davam edir və qarşıda bizi yeni uğurlar gözləyir. Bütün çətinliklərdən sonra bir asanlıq gələcək, Allah belə buyurur. Bir asanlıq var. Onun üçün də hər daim o uğursuzluq vaxtında, çətinlik vaxtlarımızda əla bi zikrillah tətməinnul qulub, Allah buyurur. Allahın zikri qəlbləri rahatlandırar, rahatlıq bəxş eləyər. Allaha tərəf gedək, Allahın zikri ilə məşğul olaq, səbirli olaq. Allah bizi üçün yeni, gözəl qapılar açacaqdır.